Xanımlar, fikir vermisiniz, sürətli çəki atan insanlar, ya mədə kiçiltmə əməliyyatı edənlər, iynənlə, dərmanla arıqlayan insanlar bir müddət sonra xəstəliyə tutulurlar. Bilirsiniz bunun səbəbi nədir? Çünki düzgün qidalanmırlar, bir çox şeylərdən vaz keçirlər. Ona görə bədəndə olan, orqanizmdə olan vitamin və minerallar azalır. Bu da bir çox xəstəliklərin yaranma səbəbi olur. Bizim arıqlama proqramımızda isə sağlam qidalanma olduğu üçün və möhtəşəm qarışımımız olduğu üçün sizin orqanizminizdə olan heç bir vitamin, mineral azalmır. Əksinə azdırsa gəlib yerini tutur. Çünki mənim qarışımımın tərkibində vitamin D var, kalsi var, magnezium var, sink var, omega 3 var, 6 var, Y vitamini var. Ona görə də siz arıqlama zamanı bu vitamin və minerallardan bədəniniz azalmır, orqanizminiz azalmır, sağlam şəkildə çəki atırsınız, arıqlamana yanaşı siz həm də sağlam olursunuz. Ona görə də siz də sağlam şəkildə çəki ataraq öz sağlamlığınızı qoruyun. O iynələrdir, dərmanlardır, hətta mədə kiçiltmə əməliyyatı belə bir çox insanların ölümünə səbəb olur. Siz fikir vermisiniz, iynələn arıqlayan insanların saçları tökülür. Onların bədənində olan minerallar azaldığı üçün saçlar tökülür, dırnaqlar qırılır, dəri büzüşür və başlayır orqanizm öz siqnalını verməyə və xəstəliklər yaranmağa. Siz olun, heç zaman sağlıqsız olan heç bir şeylə arıqlamağa çalışmayın.